Niyə sahibkarların 80%-i vergi məsələlərində səhvə yol verirlər? Çox vaxt belə hesab olunur ki, bunun əsas səbəbi qanunları bilməməkdir. Lakin reallıq tam olaraq belə deyil. Bəs bu səhvlər konkret olaraq nədən yaranır? Gəlin 4 əsas məqama baxaq. Birincisi, vergi planlamasının olmaması. Bir çox sahibkar vergini yalnız hesabat dövründə xatırlayır. Halbuki, vergi planlaması biznesin fəaliyyətinin ilk günlərindən qurulmalı və davamlı şəkildə tətbiq olunmalıdır. Planlama olmadıqda isə gözlənilməz vergi borcları ilə qarşılaşa bilərsiniz, həmçinin qazanclı layihələrdə zərər edə bilərsiniz. İkinci, sistemli idarə etmənin olmaması. Biznesini hələ də WhatsApp yazışmaları, Excel faylları ilə idarə edənlər əslində onu saatlı bir bombanın üstünə qoyurlar. Sistem yoxdursa, hər şey insan faktorundan asılıdır. Bu isə gecikmiş hesabatlar, yanlış bəyannamələr və ağır cərimələr deməkdir. Üçüncü, qeyri-rəsmi məlumatlara əsaslanmaq. Biznesdə ən təhlükəli cümlələrdən biri hansıdır bilirsiniz? Filan şirkət belə elədi, amma onlara heç nə olmadı. Unutmaq olmaz ki, hər bir biznesin fərqli xüsusiyyətləri var və ən əsası onu idarə edən şəxslər fərqlidir. Başqasının səhvi sizə baha başa gələ bilər. Dördüncü, optimallaşdırma ilə qanun pozuntusunun qarışdırılması. Vergi yükünü qanun çərçivəsində azaltmaq hər bir sahibkarın haqqıdır. Lakin bu xətti keçib qeyri-legal sxemlərə əlatdıqda isə artıq bu optimallaşdırma sayılmır. Düzgün qurulmuş vergi modeli sizi həm müxtəlif risklərdən qoruyur, həm də büdcənizə qənaət edir. Nəticə isə çox sadədir. Vergi səhvləri qanunları bilməməkdən daha çox verilmiş yanlış qərarlardan yaranır. Biznesinizi riskə atmayın. Şirkətinizin mühasibatlığını və vergi sistemini peşəkarlara həvalə etmək və tam təhlükəsiz model qurmaq üçün bizimlə əlaqə saxlayın.